Belə bir 20 gövdə müraciət edib, əyləc problemi ilə deməli sürücü bir ay bundan əvvəl yazmışdı mənim ki, belə bir problem var. İndi gəlib çıxıb. Bu bir ay ərzində də bir neçə ustaların yanında olub. Hər bir işlərini görüblər. Kontrola qədər dəyişiblər, əmələ gətirə bilmirlər. İndi hal-hazırda yoxlanış prosesi gedir. Yoxlanış zamanı ilkin müəyyən eləmişik ki, bu releylərin heç birində, yəni MTR2, bir də MTR releylərdə pitani yoxdur. Nol ayağı var, amma plusavoy ayağı yoxdur. İndi araşdıracaq səbəbi nədir? Deməli, datada baxdıqda görürük ki, əsas problem bizdə neydən ibarətdir? Yəni, ilkin problem booster təzyiqi yaratmır. Əvvəl qərar aldıq ki, yəqin ki, booster işləmir. Ondan sonra booster üstündə yoxlanıldı. Fiziki olaraq boosterin səsi gəlir, işləyir, amma təzyiq yaratmır. Maşınımız demək olar ki, hazırdır. Göstərəcəm sizə, nə işlər görüldü. Bu razyondakı ayaqlar yoxlanıldı. Məlum oldu ki, pitani gəlmir samblokdan. Samblokda releylər vasitəsilə pitani gedirdi ora. Samblokun sağrısındakı pitanilər yoxlanıldı, yox idi. Ondan sonra samblok və skid kontrol arasındakı əlaqə yoxlanıldı. Orada müəyyən işlər görüldü. İndi sizə nəticəni göstərəcəm. Bu da nəticəmiz. Bu qədər. Kimdə belə bir problem olsa, müraciət edə bilər. Özünüzü naşı ustalardan qoruyun ki, artıq xərcə düşməyəsiniz.